Deyirəm, indi dayanmışam Fövqəladə Hallar Nazirliyi ilə üzbəüz. Hələ Kakarazdakı cəmaatın işə gedən vaxtıdır da. Baxıram, görürəm, parti vəzifəli şəxslər belə xidməti maşınlarla gəlirlər, saxlayırlar buradan. Birbaşa da var, belə yolu keçirlər də. Halbuki düz elə var burada, yəni yaxınlıqda bir yeraltı keçid var da. Bilirsiniz, hörmətli vəzifəli şəxslər, düz sizin yanınızda məktəb var. Həmən məktəbdə uşaqlar oxuyur, sizin, bizim uşaqlarımız. Onlar bu cür hərəkəti görəndə sizdən pis ibrət götürürlər. Yəni siz həm lidersiniz, həm də ki hələ valideynsiniz, böyüksünüz. Siz gərək belə uşaqlara nümunə göstərəsiniz. Yəni əgər biz istəyirik ki, ümumiyyətlə bizim ölkədə hər şey yaxşı olsun, biz də Avropa kimi firavan yaşayaq, baxırsan ki, xırda məsələdir. Amma ki, bu adi xırda məsələlərdir, bu cür məsələlərdir. Yəni piyadə mütləq keçməlidir, piyadə zolağı olan yerinə, yeraltı keçid vasitəsilə. Birbaşa belə yol keçmək bu düzgün deyil. Gəlin bizim kiçiklərimizə, bizim uşaqlarımıza düzgün yol göstərək. O yollar bizdən düzgün ibrət götürsünlər. Sabahınız xeyir olsun, qəlbdən qəlbə.